Salam əziz izləyicilər. Mən Günay Həsənova. Bu gün sizə 6 noyabrda BA kateqoriyası üzrə keçirilmiş dövlət qulluğu suallarını izah edəcəyəm Azərbaycan dili üzrə. Demək, birinci sualda bizə deyir ki, sözlərdən birinin həm vurğusu, həm də yazılışı səhv verilmişdir. Baxaq A variantına. Evakuasiyanın yazılışı düzgün göstərilib. Demək, vurğusu da düzgündür. Cavabımız B variantıdır. Vurğusu da səhv göstərilib. E-yə düşməlidir. Yazılışı da. Düzgün yazılışı bu qaydada olur. Ensiklopediya. Eskalator vurğusu səhv göstərilib. Qumbaranın yazılışı səhvdir. Vurğusu düzgündür. Motivasiyanın vurğusu düzgündür. Yazılışı səhvdir. İkinci sual. Verilən əlamətlərə uyğun gələn sözü müəyyən edək. Yazılışı tələffüzü fərqlənir. Səs və hərflərin sayı bərabərdir. Vurğusu üçüncü hecaya düşür. Laminasiya və kəlağayının yazılış deyiciş fərqlənmir. Ona görə A və B variantını sildik. Təmkin, lə, təmkin nən olacaq. Lə, nən kimi tələffüz olunacaq. Demək, burada biri artacaq. Bizə də deyir ki, səs və hərf sayı bərabərdir. Ona görə C-də olur. Təəssüratda ə düşəcək, azalacaq. E variantıdır cavabımız. Ə düşəcək, lədən nən olacaq. Demək, biri düşdü, biri artdı, bərabərləşdi. Yazılış tələffüz fərqlənir və vurğusu da üçüncü hecanın üzərindədir. Düzgün cavabımız E variantıdır. 3. Evlər torpaqdan güclə seçilirdi. Bizə deyir ki, feillərlə bağlı doğru fikirlər seçək. Onlar qum təpəsinə bənzəyirdi. Orada burada ağacların arasında yastı damları olan, daşdan tikilmiş, yoxsul evlər ara bir gözə çarpırdı. Baxaq feillərə. Təsvirlənməyən feillərdən biri məchul növdədir. Bəli, tikilmiş məchul növdədir. Düzgündür. 2-yə baxaq. Təsriflənən feillər keçmiş zamanda işlənmişdi. Xeyr, indiki zamanda seçilirdi, bənzəyirdi. Keçmiş zamanda deyil. 2 səhvdir. 2-ləri siləcəyik, biri götürəcəyik. Sonra növbəti. İdi hissəci ilə işlənmişdi. 3 düzdür. Seçilir idi, bənzəyir idi, çarpır idi. 3. 1 və 3 düzgündür. Təsvirlənməyən feillər tərkib yaratır. Bəli. Demək, yastı damları olan daşdan tikilmiş yoxsul evlər ara bir gözə çarpırdı. Tikilmiş yoxsul evlər, daşdan tikilmiş yoxsul evlər tikilmiş və olan tərkib yaradıbdır. 4. Hamısı quruluşca düzəltmədir. Çarpırdı, sadədir. Ona görə 5 də səhvdir. Düzgün cavabımız 1, 3 və 4-dür. Baxaq 4-cü suala. Necə də gözəldir bu yerlərin təbiəti, yaşıllıqlar diyarı, Nizaminin vətəni. Mübtədənin əlavəsi nə ilə ifadə olunur? Nizaminin vətəni ismi birləşmədir. Demək, 3-cü nöqtənin söz birləşməsidir. İsmi birləşmə ilə ifadə olunur. Düzgün cavabımız dedik. Eyniköklü sözləri müəyyən edək. Eyniköklü sözlərin bildiyimiz kimi 2 qaydası var. 1. Köklər eynin ilk hissəsi olmalıdır. 2. Düzəltmə olmalıdır. Başçı başdan başlamaq başdan sadədir. Darağın kökü daradır. Darlığın kökü dardır. Köklər fərqlidir deyə B-ni də götürməyəcəm. Görmək sadədir. Əgər orada sadə söz varsa, biz o variantı eyni köklü götürməyəcəyik. Kəsmək sadədir, ona görə götürmədik. Düzgün cavabımız edir. Gülçünün kökü güldür, gül isimdir. Güllüyün kökü gül, güldanın kökü gül. Köklər eynin ilk hissəsinə aid olmalıdır və düzəltmə olmalıdır. Yəni, leksik şəkilçilə sadə ola bilməz. Xəbəri frazeoloji birləşmə ilə olmayan cümləni müəyyən edək. Düzgün cavabımız adı fasiləsiz 5 saat sükan arxasında olduğu üçün sürücünün gözləri yumulurdu. Bu həqiqi mənadadır. O bu məsuliyyəti boynuna götürdü. Boynuna götürmək frazeoloji birləşmədir. O atasının öyrətdiyi sənətlə məşğul olmadığı üçün valideynlərinin gözündən düşmək. Atasından ötürü bunun ucu göynəyirdi. Darıxmaq mənasındadır. Frazeoloji birləşmədir. Başına gələn pis hadisələrə görə ona ürəyi yanır. Ürəyi yanmaq frazeoloji birləşmə. 7. Nümunədə ədəbi dilin hansı normaları pozulub? Yaz gəldi, açıldı bahar gülləri. Xəbər gəlib əvvələ. Qrammatik norma pozulub. Mənsə açmamışam, yenə könlümü yox,
könlümü. Ü artırdandır burada. Yəni yazılışda səhvə yol verilir. Bu isə fonetik, yəni orfoqrafik normanın pozulmasıdır. Orfoqrafik və qrammatik norma pozulub bu cümlədə. Əvəzliklər haqqında hansı fikirlər səhvdir? Necə ayırdınız dırnağı ətdən? Ürəyi bədəndən, canlı cəsəddən. Axı kim bu haqqı vermişdir sizə? Sizi kim çağırmış vətənimizə? 3-cü, 4-cü misradakı sual əvəzliyi mübtədə vəzifəsində işlənmişdir. Səhvləri istəyir. Düzdür, bəli. Buradakı demək kim, buradakı kim, hər ikisi mübtədə vəzifəsində işlənir. Bir olmayacaq. Təyin əvəzlik sifəti əvəz etmişdir. Bu cümlədə təyin əvəzlik yoxdur. Şəxs əvəzliyi tamamlıq vəzifəsində işlənmişdir. Bəli, sizi, kimi. Sual əvəzliklərinin hamısı ismi əvəz edib, xeyr. Buradakı ismi əvəz etməyib, zərfi əvəz edib. 2 və 4. Hansı cümlədə işlənmiş qoşma özündən əvvəlki sözə bitişik yazılmalıdır? Bütün təkhecalı qoşmalar sözə bitişik yazılır. Təkhecalı deyil. Təkhecalı da deyil. Təkhecalı deyil. Təkhecalı deyil. Təyyarə sanki quş təkhecalı qoşma bitişik yazılmalıdır. Yəni, quş tək olmalıydı. 10-cu sual. Biri mənsubiyə şəkilçiliyi sözün iştirakı ilə yaranan mürəkkəb sifətdir. Demək, üç bucaqlı deyil, gülərüz deyil. Cavabımız dili şirindir. Dili sözündəki i mənsubiyyətdir burada. Hansı nümunələrdə həmçə sözlərin hər biri söz birləşməsi ilə ifadə olunmuşdur? Baba nəvələrinə, həvəslə fəsillərdən, təbiətin gözəlliklərindən danışır. Burada həmcinslər, həmcins üzvlərin hər biri söz birləşməsi deyil. Gah külək, gah da dünəndən bəri şiddətlə yağan qar bizi irəliləməyə qoymurdu. Burada da yoxdur. 3. Pambıq tarlasını, əkin sahələrini daş kəsəkdən təmizlədilər. Pambıq tarlası, əkin sahələri. Bir də 4 uca dağları, geniş düzənləri, meşələri ağappaq qar bürümüşdü. Burada da hər biri həmcins üzv vəzifəsində, yəni həmcins üzvlərin hər biri söz birləşməsi olsun. Demək, meşələri söz birləşməsi deyil. Dünyada hamıya əl tutan, kasıbların qeydinə qalan insanlardır. Burada da tərkibli söz birləşməsidir. Düzgün cavabımız 3 və 5. 12. Mürəkkəb ad deyil. B variantındakı mənbədəli mürəkkəb ad deyil, mürəkkəb sözdür. Asıl tərəfi feili sifətlə ifadə olunan ismi birləşmələri müəyyən edin. Əgər söz birləşmələrində var birinci tərəf, var ikinci tərəf. Birinci tərəf asılı tərəfdir, ikinci tərəf əsasdır. Bizdən birinci tərəf istəyir, asılı. Bir olmayacaq, çünki bir sifətdir. Dedik ki, necə fərqləndirik? Ma inkar artıra biliriksə, feili sifətdir, gülən, orada gülən olsa götürərdik, güləyəndə. Kənd isim, görürsünüz, ikinci tərəfə, əsas tərəfə feili sifət qoyub yaşayan və bizdən asıl tərəf istəyir. Ona görə ikini götürməyəcək. Kəskin sifətdir, deyilən deyilməyən söz inkarla tapdıq. 4. Bahar isim, bir də 6. Yağan yağış, 4 qalıb. Qızıma rəngbərəng köynəklər, ətəklər, oğluma qalın şoketlər geyindirdim. Səhv fikirləri müəyyən edək bu cümlədə. Bir keçmiş zamanda işlənmişdir. Geyindirərdim. Keçmiş deyir, gələcəkdir. Bizdən nə istəyir səhv fikirləri? 1. Feil quruluşca düzəltmədə. Geyməkdən geyinmək 2 düzdür. İsimlərdən 3-ü adlı haldadır. Xeyr, adlı halda olan isim yoxdur orada. 3. 4-ə baxaq. İsimlərdən ikisi həm mənsubiyyət, həm də hal şəkilçisi. Bəli, oğluma, qızıma, düzdür. Sadə və mürəkkəb sifət işlənmişdir. Bəli, rəngbərəng mürəkkəbdir, qalanda sadədir. 1 və 3. Hansı cümlədə zərf işlənməmişdir? Bu hadisə bizi daxilən zərf var burada. Məsələ haqqında belə danışmalısan. Belə burada zərf deyil, əvəzlidir, zərf əvəz edib. 2-də yoxdur. Mən həmişə müəllimlərimlə fəxr etmişəm. 3-də var həmişə. İbrahim bu barədə necə danışırdı? 4-dəki necə? Sual əvəzli idi. Alim qaça-qaça məktəbdən evə gəldi. Qaça-qaça feili bağlamadı. Düzgün cavabımız 2, 4 və 5-ci cümlələrdə zərf işlənməyib. Bu qədər yoldaşlar.